Mən Hüseynov Eminəm. Mən hər zaman fəxr etmişəm ki, Azərbaycanlıyam. Gözümü açıb Ulu Öndər Heydər Əliyevi görmüşəm. Uşaqlıqda Azərbaycanın necə çətin şəraitdə yaşadığının şahid olmuşam. Amma bu xalqın çətin gündə bəladan xilas edən Heydər Əliyevi də görmüşəm. Sonra gənclik dövrümüzdə Ulu Öndər Heydər Əliyevin davamçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin sürətlə irəlilədiyinin şahid oldum. Millətin 30 il həsrətində olduğu torpaqlarımızın geri qayıtmasının şahid oldum. Bayraqlarımızın işğal altında olmuş torpaqlarda dalğalandığının şahid oldum. Bir gənc sahibkar kimi hər zaman özümü güclü hiss etdim. Çünki İlham Əliyev kimi bir prezidentimin olduğunu gördüm. Çünki mənim prezidentimin mərd bir kişi olduğunu şahid oldum. Gəncəyə gəlib çay içərəm deyən erməni dığasının qulağından tutub Azərbaycanda reşotka arxasında çay içdiyinin şahid oldum. Deməklə bitməyən mərdliklər, dünyanın heç bir yanında görülməyən, millətinin hər zaman yanında olmuş bir başçı. Mən sizi ad günü münasibəti ilə ürəkdən və səmimi qəlbdən təbrik edirəm. Allah sizə və ailənizə can sağlığı versin. Nə yaxşı ki varsınız, nə yaxşı ki Azərbaycanın prezidentisiniz. Cənab İlham Əliyev.